Birinci ilində göz qələmi kimi əkilən Yəni göz şaftallarımız. yəndə 30-40 santlıq Sürdürmə, sürgünlər. sürdürmə. Yarım qələm də. Sürdürmə nəticəsi necə oldu? O mənə maraqlıdır. Burada nəticə burada. İtki faizi neçə oldu? Nektarında demək olar ki olmur. Nektarla almada olmur, gilasda ola bilər. Yox, gilas heç. Gilasda Yəni bunlarda aşı problemi olmur səndə. gilasda sürdürmə eləmək olmur. Göz kimi eləyə bilərsən. Yəni inkişafa başını kəsib Yəni buraxa nektarında bilmirsən. itki çox sıfıra bərabər kimi bir şeydir. Şaftalda Hə, ümumiyyətlə. hə, hə. Hələ. İndi budamanı göstərək bir dənə zəhmət olmasa. Budama metodunu izah edeyim. Demək qələm əkildi. Aha. İsti noyabrda və yaxud mart ayının axırıncında qələm əkildi. 50 sm-dan kesilir. Qələm əkilən vaxt. Qələm əkildi 50 sm-dan kesilir. Ondan sonra mayın axırı iyun ayında yaşıl budama olur. Yaşıl budamada tezlikdə hamısı bir qayda ilə 50 sm-dan kesilir. Birinci kəsimimizi qələm əkiləndə əkildi. Məsəl üçün 1 metr yarımlıq qələmlərimizdir. 50 sm-dan vurduq bunları. Hamısı 50 sm. Şəkillər var səndə vurduğun. İkiliğin var, birliğin. Hə. Olma, onun da video var, atarım onu. Onu ekrana verərik. Sonra ikincisi yaşıl budama kimi. Yaşıl budama may ayında olur. May ayının ortalarından başlayır. Oradan nə kəsim aparır? Ondan yenə 50 sm-dan hamısı kesilir. Yaşıl budamadır o. Bir dənə də 50 sm. 50 sm-dan kesildi, hə. Aha. 50 sm-dan kesildi və bu iki vəziyyət gəlib çıxır. Bu nəticəni aldı. Bu nəticə. Bu hələ göz kimidir yeri gələndə. Hə. Bu nəticə. İndi ikinci ilində, yəni indiki qış budamasında İkinci bunlar il kesilir 75 sm-dan. Yerdən ölçülüyor 75 sm. 75 sm-dan hamısı bir qayda olaraq kesilir. Hamısı 75 sm-dan kesilir. Bunda kesilmədə məqsəd nədir? Birinci növbədə bunun içində olan meyvələrimiz qalır. Aha. Və bizdə vaza sistemi olduğuna görə bizə lazımdır ki, liderlərimizin arasında olan məsafə geniş olsun. Bəli. İndi buradan biz ölçsək. Hardasa 1 metr məsafə var. Aha. Və buradan kəsdiyimizə görə bu hissədən başlayır Daha da təzə budaqlar alma. 1.20-yəcən məsafədə liderlər, o liderlə bu liderin arasında məsafə olur. Yəni bunun yaxşı cəhəti odur ki, vaza sistemində yerdən 75 sm hündürlüyündə çıxan lider budaqları balaca vaxtından şu yana qaçır və lazımi məsafədə tik çıxır yuxarı. Ola təzədən peravoda ehtiyac yoxdur. Və çıxan lider budaqlar, onu izah edeyim. Çıxan lider budaqlar, o yanki tərəfdə o həmin bağ var. İkincinin bağı var, nümunə kimi göstərir. Çıxan budaqlar yandan çıxır və həmin budaqları da yana pervod vermək üçün kesməyə ehtiyac yoxdur. Bunun ikinci ilin vəziyyətindəki bağımız var da. Dedə buradakı bağlı yəni. Keçib bir daha. Onu da çəkiş eləyərik. Və çıxan lider budaqların ucunu vurmağa ehtiyac olmur. Daha inkişaf edib gedir. Biz yana qaçırtmaq üçün bu budağı kesib atmağa ehtiyac olmur. Sonra 2.30-da başlanır. İşte bu ta 232 20 kimi əldə edilir. Düz yəni ki çıxır yuxarı. Yəni bu budamanın həm rahat metoddur, həm meyvə olduğu kimi qalır və liderlərimiz gözəl şəkildə inkişaf edir. Bir də qeyd eləyək ki, bu budama üsulu təkcə şaftalıya aiddir. Yəni gilasla şaftalının budamasında arada böyük yəni bir dənə imli şaftalı imli şaftalıya aiddir bu. Bağında budamanı yəni Sort məsələsi var. yox, sort məsələsində ehtiyac. Hamısında bu qaydadan Təşəkkür olsun. Bir dənə keçək o birisi 2 illiyə də baxar zəhmət olmasa. Burada kəsilib də belə opşu göstər belə. Gedək Nursultan oranda baxaq.